Yaranışdan hər məkan təyinlidir. Onlar daşladı, torpaqladı. Müqəddəsə isə bu məkan su ilədir. Daşladı, torpaqladı. Su həm də paçdır, paçlığadır. O müqəddəslər tək oldular, düşünən oldular. Müqəddəslikdə qida yox, müqəddəslikdə yuxu yox. Müqəddəslikdə müqəddəs paç işıqladı, əbədi işıqladı. Orada qidalanmaq yoxdur. Böyük yaradan işığı ilədir. Cəm kainatlar da böyük yaradanladır. Onlar böyük yaradan təzahürüdür. İlk müqəddəslər böyük yaradan tərəfindən yarananlar, böyük yaradan ətrafında dayananlardır. Kainatlarda isə məkanların başlamı su ilədir, sularladır. Yer məkanı da varlığından paç sularladır. Maddi maddilərlədir, maddiliyin başlanğıcı su ilədir. Tək deyil. Bu məkan varlığı qatlarda nəmlədir, paç sularladır. Kainatlarda hər məkanın mərkəzi paç işıqdan işıqladır, odla deyil. Bəşər varlığında ruh deyilən böyük yaradan işığından paylı işıqladır. Bu da od deyil. Hər görünən varlığın əvvəli işıqladır. Ruh deyilən də işıqladır. Maddi deyilən maddilərlədir, tək deyil. O da işıqladı. İşıq deyilən yaranışdandır, yaradandandır. İnsanın sinəsindəki ağ işıq böyük yaradana qayıdandır. Müqəddəslərin ağ geyimi an-an yerin bozarmış torpağı rəngində oldu. O məkanda o müqəddəslər müqəddəslikdə 3000 il, sonra da 1000 il olmuşdular. Cəmi 4000 il. Sonra ilk müqəddəslər o məkanda maddiliklərlə, yəni maddiliyin əvvəli paçlıqla, paçlıqda su ilə maddiləşdilər. Onlara qadınlar, ilk 10 nənələrimiz, Havvalar göndərildi. Cəm kainatlar böyük yaradan ətrafında hərəkətdə. Hər hərəkət ahənglə, ümumi ahəngdədir. Cəm kainatların məkanlaşmış məkanların hərəkəti də ahəngdədir. Ahənglər mütləq deyil. Cəm kainatlar və yaranışların, kainatların arası ahəngsiz deyil. Ahəng bir yaranışdır, məkanlarla bir yaranışdır. Ahənglərdə ahənglər müxtəlifdir. Varlıqla bir varlıqdır, özlüyü müxtəlifdir. Yəni ahənglər rəngarəngdir. Özü də zahirən rəngarəngdir, mütləq deyil. Qadınların yaranışı itlərlə ilk yaranışdır. Ahəngdən yaranışdır. Qadınların varlığı cəm kainatların ahəng cizgiləri ilə əlaqəlidir, birdir. Kainatların ahəngi vəhdət ahəngi, təkrar olunmayan axım ahəngi. Müqəddəslər işıqdan ikən onların qadınları işıqla qaranlıq səddini açarlar. Axımla açarlar. Qaranlıqla işıq səddini açarlar. Qadınlar böyük yaradan məkanı ətrafından yer məkanına göndərilənlərdir. Dedik ki, müqəddəslər bu məkanda uzaqlaşdıqları müqəddəsliyə uzaqdan baxan oldular. Onların 40 müddətə uzaqlığı müqəddəsliyinə qayıdışındadır, cəza deyil. İşıqdan uzaq düşən işıqdan uzaq deyil. Onlar böyük yaradanın rəhmində, səbində olduqlarından, baxışından uzaq düşməmişdilər. Bu məkana göndərişləri cəza olmasa da, burada əbədi qalmağı da mümkün deyildi. Göndərişləri böyük yaradandan olduğundan əbədiyyətdən uzaqlığı mümkün deyil. Özləri etdikləri ilədir, uzaq deyil. Ona görə də bu məkana qadınlar göndərildilər. Kişi ilə qadın cəm yaranışlarla həmvəhdət yaranışlardır. Kişi ilə qadınla deyil, yaradandan zərrədə təyinlidir yaranış. O müqəddəslər ahəngdən, vəhdətdən uzaq deyil. O müqəddəslər təhlikdə olsalar da, yer məkanında cəm yaranışlardan uzaq deyil. Müddətlə göndərilən müddətlərdən uzaq deyil. Bu məkanda bəşəriləşməsi, müddətlə ilkinə, əbədiyyətinə qayıdışı cəza deyil. Çünki o müqəddəslər ahəngdən, vəhdətdən uzaq deyil. Müddətində məkan da dəyişmədə oldu. Adalar birləşib bir oldu. Böyük adalar oldu. Böyük adalar sonra böyük adalarla bir oldu. Qitələr, materiklər beləcə yarandı. Sular torpaqlar ətrafında sularla hövzələndi.
Okeanlar başa gəldi. Məkan qatlardan silkələnmədə. Üz qatı odla silkələnmədə oldu. Nüvə nüvədə qızdı, məkan məkanda yeniləşdi. Məkan qatlarda qatlarla artdı, məkanda od yeniləşdi. Yer məkanı qatlarda yeniləşdi. Mərkəzdən başlayaraq bu məkan qatlarla düzümə gəldi. Məkan su ilədi, odla qatlardan yeniləşdi. Mərkəzdən qatlarla düzümə gəldi. Yer üzərində dərin qatlardan ilk odlar şölələndi. O odlara müqəddəs odlar deyildi. Məkanda müqəddəslər hərəkətə gəlib, müqəddəsləri axtarışa başladılar. Məkanda silkələnmələr, zəlzələlər müqəddəslərə ilk vahimə gətirdi. Özlüyündən uzaqlığı ilk vahimə gətirdi. Od gördü, gördüyü işıqlardan uzaq gördü. Odda işıq gördü, amma odu əl-ayağı yandıran gördü.